والصلاة والسلام على أشرف الأنبياء والمرسلين سيدنا محمد وعلى آله وصحبه أجمعين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. اللهم علمنا ما ينفعنا وانفعنا بما علمتنا وزدنا علما. Əmmə bə'd. Keçən dərs İbn Teymiyyə Rahiməllahın xavariclərin mənhəcini, yəni onların dəvət metodunu, onların bidətinin açma mənhəcini götürdük. İbn Teymiyyə Rahiməllah, yəni onların bidətini açıq aydın, yəni üzə çıxarır. Həmçinin buyurdu ki, xavariclər qiyamətə qədər davam edəcək, etməyəcək? Qiyamətə qədər davam edəcək. Bu hədislərdə qeyd olunub. Yəni, bəzilərinin başa düşdüyü kimi, yalnız o dövrə aid deyil. Yəni, o dövrdə də olub, Ali radiyallahu anh onlara qarşı vuruşub və həmçində qiyamətə qədər onlar davam edəcəklər. Və Peyğəmbər s.ə.v də buyurmuşdur ki, yəni haqqa yaxın olan, ən yaxın olan iki dəstədən biri onları öldürəcəkdir. İki dəstədən biri. Hansı dəstədir o? Ali radiyallahu anh dəstəsi. Və şəriət yəni onları məzəmmətləmiş və həmçinin onların öldürülməsi barəsində şəriətdə əmrlər gəlmişdir. Sonra onların bidətin müqəddiməsi barəsində götürdük. Yəni onların əsas çaşması və yaxud da azması nədən irəli gəlirdi? Qur'anı düzgün başa düşmədiklərinə görə. Su'il fəhm, yəni Qur'anı düzgün başa düşməmək. Yəni onların qəsdi Qur'ana zidd çıxmaq deyil. Sadəcə onlar düzgün başa düşməmişdilər. Yəni Qur'anın dəlalət etmədiyini başa düşmüşdülər. Yəni Qur'anın dəlalət etmədiyi mənaları onlar başa düşmüşdülər. Hansı ki o ayələrdə belə bir məna çıxarılmır. Və bununla da onlar böyük günah sahiblərinin kafir olduğunu etiqad etmişdilər. Sonra olan xatalarını götürdük. Onların bidətləri nədən irəli gəlmişdir? Birinci nə götürdük? Əl-vara'ul fəsid. Nədir o? Vara nə deməkdir? Qorxu. Düzgün olmayan? Qorxu. Sonra onlar xata ilə günahı nə görmələri? Bir-birini tələb etdiyini görmələri və həmçində onlar nasları, dəlilləri başa düşməkdə çaşmaları və sonra vasitələrdə və məqsədlərdə çaşmaları. Bunu götürdük. Vasitələrdə, məqsədlərdə. İnşallah buradan götürək yenə. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və salamu alə əşrafil ənbiyə və mürsəlin seyyidina Muhammedin və alə alihi və sahbihi əcmain. Demək, həmçinin xavariclər həm vasitələrdə və həmçinin də məqsədlərdə çaşıblar. Əl-əmru bil-ma'ruf və nəhy anil munkəri məqsadun şər'iyyun. Ləhu davabiduhu və hududuhu və vəsailuhu. Deməli, yaxşını əmr etmək, pisdən çəkindirmək şər'i bir məqsəddir. Onun, yəni yaxşını əmr edib pisdən çəkindirməyin öz qaydaları, öz həddləri və öz vasitələri vardır. Vəl-xavaricu bisəbəbi i'radihim anis-sünnə cəalul ma'rufə munkara vəl-munkara ma'rufə. Və xavariclərdə sünnədən üz döndərdiklərinə görə yaxşını pis görmüşlər və pisi isə yaxşı. Bəl cəhilü vəsailəl əmri və nəhi. Və əksinə onlar, yəni yaxşını əmr edib pisdən çəkindirməyin vasitələrini bilməmişlər. Və bunun üçün nə yararlıdır və nə yararlı deyil. Bunu bilməyiblər. Fəkənə xatan fil vəsilət vəl məqsəd. Və buradan da onların xataya düşməsi həm vasitədə olmuşdur və həmçinin də məqsədin özündə də. İbn Teymiyyə Rahiməllah Məcmul Fətavədə 28-ci mücəlləd 128-ci səhifədə buyurur.
Əndəl kələm alə əğlaqin nəs fil əmri bil məruf və nəhy anil munkar. İbn Teymiyyə rahimehullah orada insanların yaxşını əmr edib pisdən çəkindirmə barəsində yol verdiyi xatalardan danışır. Və sonra buyurur ki, "Vəl-fəriqu thani", ikinci dəstə, "Mən yurid an ya'mur və yenhə immə bilisani və immə biyədi mutlaqan." İkinci dəstə odur ki, yaxşını əmr etməyi, yaxşını əmr edib pisdən çəkindirməyi istəyir, ya dili ilə və yaxud da mütləq şəkildə əli ilə. Min qeyri fiqhin və hilmin və sabrin. Heç bir fiqh olmadan, yəni dində anlayışı olmadan, həlimlik, yumuşaqlıq və səbir olmadan. Və nəzara fīmə yasluhu min zəlik və mə lə yasluhu. Və bu məsələdə, yaxşını əmr edib pisdən çəkindirmə məsələsində nə yararlıdır, nə yararlı deyil və buna baxmadan və bunda nəyə qadir deyil, buna baxmadan, yəni yaxşını əmr edib pisdən çəkindirmişdir. Və o insan yaxşını əmr edib pisdən çəkindirdiyi zaman elə etiqad etmişdir ki, o bu məsələdə Allah və Rasuluna itaat edir. Və halbuki o insan, yəni Allahın hədlərini aşandır. Yəni elə etiqad edir ki, o Allaha itaat edəndir, amma halbuki o bu əməli ilə, yaxşını əmr edib pisdən çəkindirməsi ilə fiqh olmadan, yararlı və yararsız olmadığına baxmadan həddini aşanlardandır. Kəmən tasabə kəfirun əhli bidə vəl əhva. Necə ki, bu mövzuda bir çox bidət əhli bu mövqəni tutmuşdur. Kəl xavariclər kimi, mü'təzilə, rafida və başqaları. Mimmən qalta fīmə ətəhu minəl əmri və nəhi vəl cihad alə dəlikə. Və onlar yaxşını əmr etdiyib pisdən çəkindirməkdə və hətta cihadda xataya yol vermişlər. Və kənə fəsəduhu əzam min salahihi. Və buradan da onların, yəni bu işlərin üzərində yaranan fəsad islahından daha böyük olmuşdur. Və lihədə əmərə Nəbiyyə sallallahu aleyhi və səlləm bi sabr alə cəvrlə əyimmə. Və buna görə Peyğəmbər sallallahu aleyhi və səlləm imamların, başçıların zülmünə səbr etməyi buyurmuşdur. Və qal, əddu iləyhim huquqahum və səlullah huquqakum. Və Peyğəmbər s.ə.v buyurmuşdur ki, siz öz haqlarınızı ödəyin və Allahdan, onların haqlarını ödəyin və Allahdan öz haqqınızı istəyin. Ümumən, yəni yaxşını əmr edib pisdən çəkindirmək məsələsində yəni biz nəyə baxmalıyıq? Orada illəyə və yaxud da hikmətə, səbəbə. Yəni yaxşını əmr edib pisdən çəkindirməkdən məqsəd nədir? Və yaxud da səbəb nədir? Yəni məqsəd odur ki, əgər sən yaxşını əmr edib pisdən çəkindirirsənsə, yəni pisin itib yerinə nəyin gəlməsidir? Yerinə yaxşının gəlməsidir. Yəni, insan bunu bilmədisə, problemə düşəcək. Yəni, bəziləri var, deyim, nə istəyir olsun, yəni pisdən çəkindirməli, çünki Quranda var ki, pisdən çəkindirin. Allah Teala Quranda buyurur ki, وَلْتَكُ مِنْكُ أُمَّةٌ يَدْعُونَ إِلَى الْخَيْرِ وَيَعْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنْكَرِ. Yəni, sizdən bir dəstə olsun, yaxşını əmr edib pisdən çəkindirsin. Yaxşını əmr edib pisdən çəkindirən bir dəstə olsun. Yəni, görürsən, yəni, bunun fikrini başa düşmədən insanlar problemə düşür. Yəni, pisdən çəkindirməkdə həmişə insan məqsədi bilməlidir. Yəni, mən pisdən çəkindirirəm ona görə ki, yəni, pis itdikdən sonra pisi itirib yerinə nəyi gətirmək? Yaxşını gətirmək. Əgər mən pisi itirdiyim zaman yerinə ondan da daha böyük pis gələcəksə, olar olmaz. Olmaz. Artıq mən itirməyim onu nə olur? Özü münkar olur. Ona görə İbn Qayyim rahimehullah Maratibul Nəhyəl Munkar gətirir İl-Əlam Vaqin kitabında, yəni pisdən çəkindirməyin mərtəbələri barəsində danışdıqda, bəzən pisdən çəkindirmək insana haram olur. Pisdən çəkindirmək bəzən insan üçün nədir? Haramdır. Amma əgər sən pisdən çəkindirdiyi zaman onun üzərində yəni böyük problemlər yaranacaqsa. Çünki biz məqsədi bilməyik. O məqsəd, hədəf, hikmət bilinmədisə, yəni insanın problemə düşəcək. Ona görə İbn Teymiyyə rahimehullah nə buyurur? Ona görə deyir, وَكَانَ فَسَادُ عَظَمْ مِنْ صَلَاحِهِ. Və bunların da yəni törətdiyi fəsad,
islahdan daha böyük olmuşdur. Daha böyük fəsad törətmişlər. Və sonra xatalardan əl-qalatu fid-dəlil vəl-mədlul. Onları həm dəlil gətirmədə və həmçində mədlul, yəni dəlilin dəlalət etdiyində yəni xataya düşmələri. İ'tiqada xavaric ra'yan thumma hamal alfazal Qur'an alayhi. Xavariclər nədir? Müəyyən bir rəy etiqad etdilər. Sonra Qur'anın sözlərini ona tərəf yönəltdilər. Birinci müəyyən rəy etiqad edirlər. Yəni onu dindən hesab edirlər. Sonra dəlilləri, yəni Qur'an ayələrini ona tərəf yönəldirlər. وَلَيْسَ لَهُمْ سَلَهُ مِنَ الصَّحَابَ وَالتَّابِعِينَ لَهُ بِإِحْسَانٍ. Yəni bu məsələdə nə sahabelərdən, nə tabiinlərdən onların heç bir sələfi yoxdur. Yəni ondan qabağa, bunlardan əvvəl heç kim bu sözü deməyir. وَلَا مِنْ أَئِمَّةِ الْمُسْلِمِينَ لَا فِي رَأْيٍ وَلَا فِي تَفْسِيرِهِمْ. Nə də yəni müsəlman imamlarından heç kimi onların rəyində və onların təfsirində deyildir. وَسَلَكُ فِي سَبِيلِ ذَلِكَ طَرِيقَيْنِ. Onlar da bu yolda iki üslubu tutmuşlar. İmmə bisəl mə dəllə aleyhi Qur'an və immə bihamli alə mə ləm yədullə aleyhi. Fəkənə xatavun fi mə'təqədu minəl mə'anil batilə. Və onlar ya Qur'anın dəlalət etdiyi mənaları çıxardıblar və yaxud da Qur'anı dəlalət etmədiyi mənaya yönəldiblər. Qur'an ayələrini ayə gətirir. Yəni özünün etiqad etdiyi etiqada, rəyə ayə gətirir, dəlil olaraq, halbuki o ayə özlərinin etiqadına dəlil deyildir. Və buradan da onların etiqad etdiyi batil mənalar barəsində xataya düşmüşlər və həmçinin də onlar dəlil çıxartma, dəlil gətirmə tərəfdən də xataya yol vermişlər. İbn Teymiyyə rahimehullah buyurur ki, 13-cü mücəlləd 356-cı səhifədə Fəllədinə axtau fid-dəlil vəl-mədlul mislə tavaif min əhlil bidah. Həm dəlil və həmçində dəlil çıxartmada, mədlulda xataya düşənlər bidət əhlindən olan tayfalar kimi İ'tiqadu məzhəbən yuxaliful haqq. Onlar haqqa müxalif olan bir məzhəb etiqad etmişlər. Məzhəb nədir? Gedən yol. Əlləzi aleyhi əl-ummətul vasat əlləzi la yeştəmiyuna aləd-dalalə. Deməli, o haqqa ki, o haqq üzərində bütün ümmət, orta ümmət o haqqın üzərindədir. Ümmət də zəlalət üzərində toplaşmaz. Bunlar isə, yəni bu haqqa zid olan bir məzhəb çıxartmışlar. Və amədu iləl-Quran fətəəvvəlu alə əraihim. Sonra Qur'ana yönələrək Quran ayələrini etiqad etdiyi məsələlərə yönətmişlər. O formada təfsir etmişlər. Təbətən yəstədillunə bi əyətin alə məzhəbihim. İbn Teymiyyə rahimehullah buyurur ki, bəzən ayətlərlə öz məzhəblərini dəlil gətirirlər. Halbuki o ayələrdə öz məzhəblərinə heç bir dəlil yoxdur. Və tərətən yətəəvvəlunə mə yuxalifu məzhəbəhum bimə yuharrifunə bihil kəlimə an mavadihi. Və bəzən də öz məzhəblərinə uyğun şəkildə ayələri təhrif edirlər. Və min həuləyi və bu firqələrə kim aiddir? Xavariclər, rafizilər, cəhmilər, mu'təzilər, qədərlər və başqaları. 5-ci məhvər ləvazimul bid'a və mərhələtü əş-şuru. Yəni bu bid'ətin gərəkdirdiyi, yəni tələb etdiyi şeylər. Yəni bu bid'ət onlardan nəyi tələb edir? La yenhasuru dararu bid'atul xavaric fi daril i'tiqad an-nazari. Yəni burada şeyx bildirir ki, yəni xavariclərin bid'əti sadəcə nəzəri etiqad dairəsində kifayətlənmir. Yəni bir insanda nəzəri etiqad ola, onunla kifayət yox. Bəl yetəaddə ilə vaqin əməli. Və bunların etiqadı, yəni əməli vəziyyətə də yönəlir. Yəni bundan sonra nəzəri etiqaddan sonra əməliyyətə keçirlər. Ya'kizu ləvazim hədi bid'a və tatbiqatiyəl əməliyyə alə vaqil ümmə. Sonra bunu bu bidətin tələb etdiyini, bunun tətbiqini əməli olaraq ümmətə yönəldirlər. Və yumkin icmal hədi ləvazim əl-mütəvəlli an bidəti xavaric. Xavariclərin bidətindən əmələ gələn bu ləvazim deyirlər buna, gərəkdirici şeylər. Yəni bidətdən ortaya çıxan bir şeyləri xülasə olaraq gətirmək olar. Birinci, yəni bu bidət, onların bu bidəti nəyi gərəkdirir? Əl-xurucu alə əymətül hudə. Yəni hidayət imamlarına, müsəlmanların cəmaatına qarşı çıxmaq və başçılara qarşı qılıncla çıxmaq. Yəni bu bidətin gərəkdirici şeylərdir. Və hədə ləzimin axtarı mə yetəvəllid min hədil bidətin raddiyyə. Yəni bu pis bir bidətdən yaranan ən təhlükəli şey budur. Ən təhlükəli gərəkdirdiyi şey budur. Mimmə yəhsulu bi səbəbiyə fəsədud din və dünya. Hansı ki bununla din və dünyanın körlanması yaranır. Necə ki İbn Teymiyyə rahimehullah buyurur 13-cü mücəlləd 35-ci səhifədə və kilət daifəteyn. Yəni bu iki dəstə rafizilər və xavariclər. Tat'anu bəl tukafir vulatul muslimin. Bunlar təni edirlər, hətta onlar müsəlman başçılarını təkfir edirlər.
Və cumhurul xavaric yukafirun Osman. Xavariclərin çoxu Osmanı, Əlini və onları dost tutanları təkfir edirlər. Və rafidatu yəl'anun Əbə Bəkr və Umar və Osman və mən təvəlləhumə. Rafizlər isə Əbu Bəkr, Umar və Osman və onları dost tutanları lənət edirlər. Və lakinnəl fəsədə zahir kənə fil xavaric. Sonra İbn Teymiyyə rahimehullah buyurur ki, amma zahir olan, açıqda olan fəsad isə xavariclərdədir. Min səfki dimə, qanların tökülməsi, və əxzil əmval, malların götürülməsi, vəl xuruc bisseyf, qılıncla çıxmaq, yəni bütün bunlar kimlərdir? Xavariclərdədir. Fəlihədə cəhətil əhədis sahih bi qatli qitəli. Və buna görə səhih hədislərdə onlara qarşı vuruşmaq barəsində əmr gəlmişdir. Vəl əhədis fi dəmmihim vəl əmr bi qitəlihim kəthirətun ciddən. Onları məzəmmət edən, onlara qarşı vuruşmağa əmr edən hədislər olduqca çoxdur. Özü də mütəvatir hədislərdir. İkinci, bunların bidətinin üzərində yaranan səbəblərdən, gərəkdiri şeylərdən ikincisi odur ki, buğdul müslimin, müsəlmanları nifrət etmək. Və təkfirihim, müsəlmanları təkfir etmək, kafir saymaq. Və onlara məzəmmət etmək, və la'nihim, o müsəlmanları lənət etmək və müsəlmanların qanlarını və mallarını halal saymaq. İbn Teymiyyə rahimehullah xavariclərin bu iki təhlükəli əsasını qeyd etdikdən sonra deyir ki, فَيَنْبَغِ لِلْمُسْلِمِ أَنْ يَحْذَرَ مِنْ هَذَيْنِ الْأَصْلَيْنِ خَبِيثَيْنِ. Müsəlmana lazımdır bu iki xəbis əsasdan çəkinsin. Yəni bu iki murdar əsasdan etsin, çəkinsin. وَمَا يَتَوَلَّدُ عَنْهُ مِنْ بُغْضِ الْمُسْلِمِينَ. Və bundan yaranan müsəlmanları nifrət etmək, onları məzəmmətləmək, onları lənət etmək və müsəlmanların qanun və malını halal görməkdən çəkinsin. Üçüncü, deməli, xavariclərin o bidətin üzərində yaranan şeylərdən üçüncüsü Cəalu dəral müslimin, dəra kufrin və harbin və səmmu dəram dəra hicrə. Xavariclər müsəlmanların diyarlarını, müsəlmanların yaşadığı yeri hərb diyarı, küfür diyarı adlandırmışlar. Küfür diyarı və müharibə diyarı adlandırırlar. Amma özlərinin yaşadıkları yeri isə hicrət diyarı adlandırırlar. Və hədə hasıl təhsili bidətin və bu da onların bidətinin əsas, yəni xülasəsidir. Hətta yüsəvvüq istihləl ediməli muslim və əmval. Yəni, nə üçün belə edirlər? Və bununla müsəlmanların qanlarını və mallarını halal görmək üçün. Yaqulu Şeyx İslam İbn Teymiyyə rahimehullah, İbn Teymiyyə rahimehullah buyurur 19-cu mücəlləd 73-cü səhifədə. Əl-fərqu thani fil xavaric və əhlil bidə. Xavariclər və bidət əhlində olan fərqlərdən ikincisi ennəhum yukəffiruna biddunu və seyyət. Xavariclər günahlara və pisliklərə görə insanları kafir sayırlar və yətərəttəb alə təkfirin biddunub və onların günahlara görə təkfir etdiklərinə görə bunun üzərində yaranır müsəlmanların qanlarını və mallarını halal saymaq və ennə dəral İslam dəru harbin. İslam diyarı hərb diyarı olur. Və dərum hiyə dəru iman, amma özlərinin diyarı isə, özlərinin yaşadığı yer isə iman diyarı adlanır. Sonra İbn Teymiyyə rahimehullah buyurur 13-cü mücəlləd 98-ci səhifədən yenə Mu'təzilə və xavariclər arasında olan fərqdən danışdığı zaman fəhum yətəhərravnə sıdqəl xavaric lə yəxtəliqunəl kədu kərrafidə və lə yəravnə əylən ittiqadə dəri qeyrə dəri İslam kəl xavaric. Mu'təzilər də, yəni xavariclər oxşarlığı var. Yəni xavariclər kimi onlar da çalışırlar, sadiq olsunlar, rafizlər kimi yalan qondarmırlar və həmçinin də onlar xavariclər kimi İslam diyarını hərb diyarı adlandırırlar. Burada fayda olaraq gətirir ki, bəl rubbəmə həcrə xavaric ilə dəl kuffar və istavqanı fiyhə li'illətin. Hətta bəzən deyir, xavariclər, yəni küfür diyarlarına, kafirlərin yaşadığı yerlərə gedirlər, yəni orada yerləşirlər iki səbəbə görə. Birincisi, li'annəhum la yasurun alə cəvrül hükkəm. Birincisi, ona görədir, kafirlərin yanına gedirlər, kafirlərin yaşadığı küfür ölkəsinə girib yaşayırlar orada, necə ki, indiki dövrdə də onların böyükləri İngiltərədə yaşayır. Çünki onlar hakimlərin zülmünə səbr edə bilmirlər. Birincisi ona görə. İkincisi, li'annəhum yestəhillunə bilədəl İslam əksərə min istihlən bilədəl kuffar. Çünki onlar İslam ölkələrini halal sayırlar, yəni küfür ölkələrini saydığı halallıqdan daha güclü şəkildə müsəlman ölkələrini halal sayırlar. Yəni, hansı ki, özlər ona görə gedib, yəni küfr ölkələrində yaşayırlar. Yaqulu Şeyx İslam fi Məcmu'l Fətavə, amma Peyğəmbər s.ə.v isə deyib ki, ənə bəri'un mimmə əqamə beynə zahraneyli kuffar. Mən isə uzağam kafirlərin arasında yaşayandan. Amma özlər isə birbaşa girib kafirlərin arasında yaşayırlar. Gör necə, yəni şeytan məsələni fırladır. İbn Teymiyyə rahimehullah buyurur 3-cü mücəlləd 355-ci səhifədə və yukaffiruna men xalafəhum. Onlar özlərini müxalif olanları kafir sayırlar. Və yestəhilluna minhu liirtidadihi indahum. Və özlərinə görə mürtəd olduğuna görə,
özlərinə görə mürtəddir və ona görə onu halal sayırlar. Mə lə yəstəhillunə minəl kəfir asli. Hansı ki, əsli kafirdən halal saymadığını müsəlmandan halal sayırlar. Kəmə qal Nəbi s.ə.v. Necə Peyğəmbər s.ə.v. buyurmuşdur, yaqtulunə əhləl-İslam və yədəunə əhləl-əvtən. Yəni, onlar İslam əhlini öldürəcəklər və bütpərəsləri tərk edəcəklər. Və həmçinin onların bu bidətini gərəkdirdiyi şeylərdən dördüncüsü, yukaffirunəl müxalif ləhum və yulzimunə nəsbi bidətihim. Onlar özlərinə müxalif olanı kafir sayırlar, özlərinə müxalif olanı kafir sayırlar və insanları öz bidətlərinə məcbur edirlər. Və hədə qadr müştərək fi kulli müxalifsinnə. Yəni, bu elə bir müştərək bir şeydir ki, yəni bidət əhlində bu şey var. Hər bir bidət əhli özlərini müxalif olanı, yəni kafir sayır. İbn Teymiyyə rahimehullah buyurur Məcmul Fətav 3-cü mücəlləd 279-cu səhifədə: "Vəl-xavaricum awwal men kaffara muslimin." Xavariclər, yəni ilk əvvəl müsəlmanları kafir sayanlardandır. Yukaffiruna biz-zunub, günahlara görə kafir sayırlar. Və yukaffiruna men xalafahum fi bid'atihim, və öz bidətlərində özlərini müxalif çıxanları kafir görürlər. Və yestahilluna damahu və malahu, onun malını və qanını halal sayırlar. Və hədihi halu əhlil bid'a yebtediuna bid'a və yukaffiruna men xalafahum fiha. Və bu da ümumiliklə bidət əhlinin halıdır. Yəni onlar bir bidət ortaya çıxardırlar və bu bidətdə onlara kim müxalifdirsə hamısını kafir görürlər. Və əhlüs-sünnəti vəl-cəmaə, amma əhlüs-sünnə vəl-cəmaə isə yəttəbi'unəl-kitəb və sünnə, Quran və sünnəyə tabi olurlar. Və yuti'unəllah və rasulə, Allah və Rasuluna itaat edirlər, fəyəttəbi'unəl-haqq, haqqa tabi olurlar və insanları da rəhm edirlər. Və yərhamunəl-xalq. Yəni fikir verin, siz bununla artıq bidət əhli ilə əhlüs-sünnəni ayıra bilərsiniz. Yəni bidət əhlinin simalarından, əlamətlərindən odur ki, onlar bir bidət ortaya çıxardıb, onu din hesab edirlər və sonra özlərini müxalif çıxanları kafir görürlər və başqalarını da öz bidətlərindən məcbur edirlər. Amma əhlüs-sünnə vəl-cəmaə isə kitab və sünnəyə tabi olur, Allah və Rasuluna itaat edir, haqqa tabi olur və insanlara da rəhimlə yanaşılır. وَالْخَوَارِجُ مَهِدُونَ لِبِدْعَةٍ قَبْلَ شُرُوفِهَا بِمَقَالَةٍ بِدْعِيَّةٍ. Yəni xavariclər öz bidətlərini başlamazdan əvvəl, yəni bidət olan sözlərlə başlayırlar və yaxud da bu partiya şəklində olan cəmaat toplayırlar. Və ma'a zəlikə fəhum yarsudunəl vaqib. Yəni bununla yanaşı onlar vəziyyəti izləyirlər. Və yetədəbbəunə əhdath li icad ardiyyətin salihə. Deməli onlar həm hadisələri izləyirlər ki, münasib şərait yaranmağını gözləyirlər. Yantaliquna min həli təhqiq əhdafi, və buradan da onlar öz hədəflərini həyata keçirməyə başlasınlar. Və lihədə fəmədəru tarhi və tanzirin fi hədil mərhələ. Və ona görə də onların bu mərhələsi əsas nəyə dayanır? Birincisi, onlar ümumi adlardan istifadə edirlər. Dunəl əsməl xas li mənhəc sələfil ümmə min ashabi nəbi s.ə.v. Yəni, xas adlardan istifadə etmirlər. İbn Teymiyyə rahimehullah buyurur ki, Məcmul Fətava 4-cü mücəllə 153-cü səhifədə indəl kəlam alə təsəttür əhlil bidə bi məzhəbi sələf. Deməli, bidət əhlinin sələf məzhəbi ilə sələf məzhəbi altında örtülməsi. Bəli, təvaif məşhurə bil bidət kələ xavac və rafidə ilə yəddəun ənəm alə məzhəbi sələf. Bəl həulə yükəffirun cumhurə sələf. Yəni, bunların çoxu bidət əhlinin xavaric rafizilərdir. Onlar özlərinin sələf məzhəbi üzərində olduğunu iddia etmirlər. Əksinə bunlar sələflərin çoxunu kafir sayırlar. Və kədəlikəl xavaric qad kəfər Osman. Xavariclər də belədirlər. Onlar Osmanı, Əlini kafir sayırlar. Və cumhurəl muslimin min əshəbət təbiin, və müsəlmanların çoxunu, sahabələrdən və tabinlərdən çoxunu kafir saydılar. Fəkeyfə yəz'umunə ənəhum alə məzhəb sələf. Belə olduğu halda onlar necə iddia edə bilərlər ki, onlar sələf məzhəbi üzərindədirlər. Fayda. Bəl yaddaru müminu mustad'af fi bilədi əhli bidə kəbiləl xavar və qeyrihim ilə təkmi imani. Bəzən də mömin insan, yəni zəif mömin, bidət əhlinin ölkəsində xavariclər kimi, xavariclərin bidət kimi və başqalar bidətlər kimi, yəni öz imanını gizlətməyə vadar qalır, məcbur qalır və onların mənhəcini tutmağa, necə ki İbn Teymiyyə rahimehullah buyurur 4-cü mücəlləd 149-cu səhifədə: "Leysə məzhəbu sələf mimmə yetəsəttəru bihi illə fi bilad əhlil bidə." Yəni sələf məzhəbi mənhəci heç bir yerdə gizlədilə bilməz. Yəni açıq-aydın deyilməlidir. Yalnız bidət əhlinin ölkəsində. Mislə biləd rafidə və xavaric, rafizi və xavariclərin ölkələri kimi fə innəl mu'minil mustadaf hunəkə qad yəqtum iman və istinənəhu.
və bəzən də zəif mömin özünün ona mənsub olduğunu və yaxud da imanını gizlədə bilər. Kəmə kətəmə mu'minu əli Firon imanı. Öncə ki, Fironun ailəsindən olan öz imanını gizlətmişdir. Və kəmə kənə kəthir minəl mu'mini yəqtumu imanəhu heynə kən fi dərl hər necə ki, möminlərin çoxu da hər diyarında olduqları zaman onlar imanlarını gizlədirlər. İkinci, tətəbbü axtal müntəsimin lissələf. Yəni bunların əsas problemlərindən də xavariclərin, yəni sələfə mənsub olanların xatalarını izləməsi. Əqrəb kimi. Hətta fil umur iştihadiyyə, hətta iştihadi məsələlərdə də. İbn Teymiyyə rahimehullah buyurur, 4-cü mücəlləd 155-ci səhifədə "Əndə kəlami alə əşhəri tavaif bil bid'a", yəni bid'ətlə məşhur olan tayfalardan danışdığı zaman "Və in kan min əsbəb intiqaz haulal mubtadi'i lis-selef ma hasala fil muntasib ileyhim min naw'i taqsir və udwan və ma kan min ba'd min umur ictihadiyyə." Yəni bunlar sələfə mənsub olan alimləri naqisləşdirirlər. Hətta bəzi ictihadi məsələlərdə, hansı ki, o məsələdə doğru onun əksinədir. Görürsən ki, ictihadi məsələlərdə də xataları tuturlar. فَإِنَّ مَا حَسَ مِنْ ذَلِكَ صَارَ فِتْنَةً لِلْمُخَالِفِ Və bununla da müxalif olan üçün bir fitnə yaranır və bununla böyük zəlalətə düşür. Yəni onların əsas simalarından da bir də odur ki, onlar sələfə mənsub olan alimlərin xatalarını izləyirlər. Çünki alimlər onların öz hədəflərini həyata keçirmək yolunda bir maniədirlər. Üçüncü, əhlül hədis indəl xavaric kəssal yudfa'u bi kulli şey. Yəni hədis əhli, yəni əhl-i sünnə vəl cəmaa xavariclərə görə hücum edən bir şəxsin yerindədir. Ona görə hücum edəndə hər hansı bir şeylə də dəf etmək lazımdır. İbn Teymiyyə rahimehullah buyurur 20-ci mücəlləd 161-ci səhifədə: "Fələ təcidu qattu mubtadi'an illa və huve yuhibbu kitmanun nusus." Yəni sən elə bir bidətçini görməzsən ki, o nasları, yəni özünə müxalif olan dəlilləri gizlətməsin, yaxud da gizlətməyi sevməsin. Və yubğidu izharaha. Görürsən o nasları açığa çıxartmağa nifrət edir. O nasları rivayət etmək, o nasları danışmağa nifrət edir. Və yubğidu men yef'alu zalik. Kim bunu edirsə, bu nasları üzə çıxardırsa, onları nifrət edir. Kəmə qala sələf, sələflər demişdir: "Məbtədə ahadun bidətən illə nez'at halavatu aw nuzi'at halavatul hadis min qalbihi." Hər hansı bir şəxs bir bidət ortaya çıxardarsa, hədisin şirinliyi onun qəlbindən çıxarırlar. Bidət çıxardan bir insanın qəlbindən hədisin, Peyğəmbər sallallahu hədisinin şirinliyi onun qəlbindən çıxarırlar. Deməli, bidət əhli də belədir. Görürsən, özlərinin nəfsi istəklərinə uyğun olan dəlilləri daima danışırlar, amma özlərinin müxalif olan dəlilləri isə gizlədirlər. Və kim də bunu danışırsa, görürsən, onu da xoşlamırlar, onu da nifrət edirlər. Dördüncü, tətəbbü axtal hüqqəm. Və həmçinin onların simalarından da olur ki, hakimlərin xatalarını izləmək və avam cəmaatı onlara qarşı qaldırmaq, sonra onlara təyin edib onları kafirləşdirmək. Və həmçinin burada məhvərlərdən isə altıncısı Əl-Xavar və Sa'at-ı Sufur, xavariclər və onların axır nəticəsi. İbn Teymiyyə rahimehullah yenə buyurur: "İndə təhdid bid'at xavaric və usul və mənşil qalat fiha və lavazim fəhs bəl kəşf an məsail hiyə əxfa min zəlikə." İbn Teymiyyə rahimehullah onların bid'ətini, əsaslarını və onların bid'ətinin gərəkdirdiyi şeyləri qeyd etdikdən sonra bununla kifayətlənmədi. Hətta burada incə məsələlər də ortaya çıxartdı. Tüməfil mərhələ fi'li, hansı ki bu mərhələ artıq əməliyyat mərhələsi adlanır. Yəni xavariclərdə ən axırıncı mərhələdir. Yəni bunlardan sonra artıq əməliyyat mərhələsi fəhun yuvaqqitun li xurucihim zəmanən və məkana. Onlar çıxmaları üçün, yaxud da qalxmaları üçün, qiyam üçün müəyyən zaman və yaxud da yer təyin edirlər və buna deyirlər ki, yəni şərait, münasib bir şərait və təmhidən li ursi şeytanim, onların şeytanının burada cəmləşməsi üçün. Onlardan birincisi odur ki, ardiyyatı xuruc və təvqiti, deməli, çıxmaq üçün, qiyam üçün münasib şəraitin yaranması və bunun üçün bir vaxt qoymaq. Lə buddən yəcidən xavaric alə ardıl vaqı səbəbən av müsəvviyən li xurucihim. Yəni onlar çıxmaları üçün müəyyən bir səbəb tapmalıdırlar. Bə'dən məhədu ləhu və bunun üçün hazırlıq gördükdən sonra, toplaşdıqdan sonra. Fəl-xalibu ənəl xavaric yaxrucuna aqibəl fitənil kibar. Yəni ümumiliklə xavariclər, ümumi olaraq xavariclər böyük fitnələrin ardınca çıxırlar. Böyük fitnələrin ardınca çıxırlar. Vəqad kəşəvə Şeyx-i-İslam rahimehullah hədə tədərrüc siyasi əl-xafi. İbn Teymiyyə rahimehullah da yəni bu gizli siyasi tədərrücü, yəni tədricən olan bu yolu İbn Teymiyyə rahimehullah açıb ortaya çıxartmışdır. Və buyurur 28-ci mücəlləd 489-cu səhifədə: "İndəl kəlam alə ictimal mədahib rafid alə şərri məştəməl aleyhi mədahib xavaric və dəfli ənəl xavaric kənu əvvəl əhlil əhva xurucan anis sünnə vəl cəmaa." Və buyurur ki, xavariclər ilk əhl-i sünnə vəl cəmaadan uzaqlaşan kimsələrdir.
Yəni, xavariclər əhl-i-sünnə vəl-cəmaədən uzaqlaşan bidətçilərdəndir. Məvcudu bəqiyyətul xulafər raşidin. Halbuki onların dövründə yerdə qalan raşid xəlifələr var idi. Və bəqayyəl muhacir vəl-ansar. Onlar çıxdığı zaman hətta mühacirlər, ansarlar da var idi. Və zuhurul ilm vəl-iman. Və iman və elm də var idi. Və ümmətdə ədalət də var idi. Və peyğəmbərlik nuru hələ sönməmişdi. Dəlil də var idi. Və sultanı qudra və güc də var idi. Heyfu azharallahu dinə aləd-dini kulli bil-hüccəti vəl-qudra. Belə ki, Allah-u Teala öz dinini başqa dinlərin üzərində üstün tutmuşdu dəlillə və güclə. Və kənə səbəb xurucin mə fəaləhu əmirul müminin Osman və Ali və mən ma'ahumə minəl ənva'iləti fiyhə təvil. Onların çıxmasına səbəb nə olmuşdur? Möminlərin əmir Osman və Ali radiyallahu anhumə və onlarla olan müəyyən təvillərin yaranması. Fələm yəhtəmilu zəlik, onlar buna səbr edə bilmədilər, dözə bilmədilər. Və cəalu məvalidə iştihad, bəl həsənət zunubən. Hətta iştihadi məsələləri, hətta yaxşı əməlləri onlar günahlardan saydılar və günahları da küfr saydılar. Və lihədə ləm yaxruc fi zəmə Əbu Bəkr və Umar. Və buna görə onlar Əbu Bəkr və Umar radiyallahu anhumanın dövründə çıxmadılar. Nəyə görə? Belə bir təbillər olmadığına görə və yaxud da zəif olduğuna görə. İdən hum yadharuna ində amreyni. Deməli, onlar nə vaxt ortaya çıxırlar? İki iş ortaya yarandığı zaman, zahir olduğu zaman. Deməli, onların bidətlərin təbili ilə bu hadisələrin yaranması, həm hadisələr və həmçində onların bidətlərinin tələb etdiyi şey ortaya çıxdığı zaman. İkinci, məquvvətü şəvqətin və kətrətə ədədiyim. Nə vaxt onlar ortaya çıxırlar? Onlar güc topladıqdan sonra, sayıları çoxaldıqdan sonra. Və onların çıxmağının ünsürləri təməyyəzil xavaric bil imam vəl cemaat və dar. Yəni, xavariclər başqa, yəni bidət əhlinə nisbətən onlar imamla, cemaatla və diyarla, yəni yaşadığı yerlə seçilirlər. Fəcəmaatun qad fərəq cemaat müslimi əvvələ. Onların cemaatı birinci olaraq müsəlmanların cemaatından ayrılmışdır. Və hum yuvalun alə bidəti və yuadun aləyə səniyən. Və onlar ikinci olaraq öz bidətlərinə görə, öz cemaatlarına görə dostluq edir və düşmənçilik edirlər. Fikir verir. Yəni, baxın, bu xislət, yəni bidət əhlinin çoxunda da vardır. Və hum yuvalun alə bidətihim. Yəni, onlar bidətlərinə görə dost tuturlar və yuadun aleyhə səniyən və ikinci də öz bidətlərinə görə düşmənçilik edirlər. Yəni, görürsən ki, onlar indi də ağız dolusu danışırlar ki, dost və düşmən məsələsi. Yəni, dost və düşmən məsələsi aradan qalxıb, amma halbuki özlərinin dostluğu və düşmənçiliyi bir bidətə görədir. Allah üçün deyildir. Yəni, fakt da belədir ki, görürsən ki, yəni başqa birisi, yəni özlərinin dəstəsində olandan daha salih bir insandır, daha da yaxşı əməlləri olan bir insandır, daha da mültəzim, dinə rəayət edən bir insandır, ona nifrət edirlər, nəyə görə? Özlərinin rəyini tutmadığına görə. Amma özlərinin dəstəsində fasiqin böyüyüdür, onu sevirlər, ona görə ki, özlərinin dəstəsindəndir. Hanı bəs onda Allah üçün sevinmək, Allah üçün dost tutmaq. Yəni görürsən ki, artıq bunlar onların quru boş iddialarının ortaya çıxmasını gözlərinə görürsən ki, onlar artıq öz bidətinə görə, öz cəmaatına görə sevirlər. Yəni sevgi Allah üçün yox, cəmaata görədir və nifrət də nəyə görədir? Cəmaata görə. Yəni bizim cəmaatdansa sevilirsən, bizim cəmaatdan deyilsənsə nifrət olunursan. Bu açıq aydındır və özünüz də müşahidə edə bilərsiniz, görə bilərsiniz. Thumma inna amamahu vel munazil a'immatul muslimin və sonra onların qarşısında da müsəlmanlar imamıdır. Yəni hansı ki ixtilaflı məsələdə, yəni ona qarşı çıxılan və lihada təltaqi bid'atu xavaric ma bid'ati ar-rafi fi mawdu'il imam vel xilafə və buradan da xavariclərlə və rafizlərin bidəti imamət və xilafət mövzusunda birləşir. Və görürsən, bu tərəfdən yəni rafizlərlə xavariclərin oxşarlığı çoxdur. Və təvabi dəlik minəl əməl və əhkamu şər'iyyə və buna tabi olan əməllər və şəri əhkamlar da vardır. Yəni bunlar birləşirlər bu məsələlərdə. Amma baxmayaraq başqa məsələdə ayrıdır. Və ona görə Şeyx Muqbil Rahiməhullah buyurur ki, mən bunları kimə oxşadıram? Rafizlərə oxşadıram. Niyə görə? Çünki rafizlərdə yəni din, elə bil ki, sadəcə Əhl-i Beyt barəsində ifrata varmaqdan ibarət olduğu kimi və bunlarda da din, yəni inqilabdan, təkfirdən qalxışmaqdan ibarətdir. Yəni bunların danışdığı budur. Elə bir ki, sadəcə din bundan ibarətdir. Və bu tərəfdən Şeyx Muqbil Rahiməhullah buyurur ki, mən onlar rafizlərə oxşadıram. Yəni heç bir fərq yoxdur. Sonra əmmə dəruhum fəhiyyə dəru hicrətun və iman. O ki, qaldı onların diyarları, onların özlərinin yaşadığı yer hicrət diyarı, iman diyarıdır. Amma müsəlmanların diyarları isə küfür və müharibə diyarıdır. Sonra İbn Teymiyyə Rahimehullah buyurur ki, onların belə mövcud olmasının ünsürlərindən bəyan edərək 13-cü mücəllə 35-ci səhifədə وَلَكِنَّ الشِّيعَ لَمْ يَكُنْ لَهُ فِي ذَلِكَ زَمَانٍ جَمَاعَةٌ وَلَا imam. Yəni rafizlərin o vaxtı cəmaatı və imamı yox idi. Onların diyarı yox idi, onların qılıncı yox idi.
onunla müsəlmanlara qarşı vursunlar. Və innəmə kənə hədə lil xavaric. Bu xavariclər üçün idi onlar imamla, cəmaatla və diyarla seçilmişdilər. Yəni xavaricin bu xüsusiyyəti var ki, onlar imamı, cəmaatı və diyarı var. Və səmmu dərhum dərəl hicrə və özlərinin yaşadığı yeri hicrət diyarı adlandırırlar. Və cəalu dərəl muslim dərəl kufur və müsəlmanların diyarlarını isə küfür diyarları və hərb diyarları adlandırırlar. Mətə yadharu şeytanu xavaric. Xavariclərin şeytanı nə vaxt ortaya çıxır? Xavariclərin şeytanı nə vaxt ortaya çıxır? İdə təzəvvəcət bid'ətü təkfir bi bid'ətül xuruc. O vaxt çıxır ki, bid'ət, yəni xuruc, yəni müsəlmanların cəmaatına qarşı çıxmaq bid'əti ilə təkfir bid'əti evlənərsə və təkfir bid'əti ilə xuruc bid'əti, qiyam bid'əti evlənərsə, onda deyir ki, bunların şeytanı ortaya çıxır. وَاشْتَغَلَ الْعَرُوسَانِ بِالْعُرْسِ وَبَدَأَ الْخَوَالِ فِي إِدَارِ مَجَامِعِ الْفِتَنِ طَاهَ طَائِفٌ بَيْنَهُمْ لِيُقْدِمَ الْمَدْعُونَ الْحَمَاسِينَ أَلْوَانًا مِنَ الْإِنْحِرَافِ عَنِ الْعَقْلِ وَالْمَنْهَجِ بِحِلْيَةِ التَّصْحِيحِ وَالْبَيَانِ. Yəni bununla artıq, yəni bütün fitnələrin başı yaranır. Sonra İbn Teymiyyə rahimehullah buyurur ki, 19-cu mücəlləd 89 səhifədə "Fətta'inu fi şey'in min hukmihi hukmu nəbiyyin aw qasmihi kal-xawarij ta'inu fi kitabillah muxallif sünnəti Rasulillah sallallahu əleyhi və səlləm mufariqun li cemaatil muslimin." Və Peyğəmbər s.ə.v hökmünün hər hansı bir hökmünə tənə edən şəxs, yəni onun Peyğəmbər s.ə.v-in bölgüsünə tənə edən xavariclər kimi, o insan deyir, Allahın kitabına və Peyğəmbər s.ə.v-in sünnəsinə tənə edən şəxsdir. Ona qarşı çıxandır və müsəlmanların cəmaatından ayrılan kimsədir. Və kənə şeytanı xavaric məqmu'an ləmmə kənə muslim müştəminə fi ahdil xulafai thələthə. Yəni, o xavariclərin şeytanı gizli idi, məğlub idi. Nə vaxt müsəlmanlar üç xəlifənin dövründə, Əbu Bəkr, Ömər və Osman dövründə, yəni bir yerdə idilər. Fələmmə iftiraqatul ümmə fi xilafəti Ali radiyallahu anhu, naki ümmət ayrıldı, parçalandı Ali radiyallahu anhun dövründə, vəcədə şeytanu xavaric mevdəl xuruc. Və artıq xavariclərin şeytanı çıxmaq üçün bir yer tapdı, münasib bir şərait tapdı. Fəxaracu və kəffər və çıxdılar və Ali radiyallahu anh Muaviyyəni kafir saydılar, onlar dost tutanları fəqatələhum əvlət taifəteyn bil haqq Ali ibn Əbi Talib və iki dəstənin haqqa ən yaxın olan dəstəsi onları öldürdü. O da Ali ibn Əbi Talib radiyallahu anhudur. Kəmə səbədə fi sahih, necə ki sahih hədisdə sabit olmuşdur. Peyğəmbər sallallahu buyurmuşdur ki, "Təmruqu ma'riqatan alə hini firqatin minən nas taqtuluhum əvlət taifəteyni bil haqq." Deməli, bir dəstə ortaya çıxaracaqdır insanların, yəni firqəyə düşdükləri, parçalandığı vaxt. Deməli, onlar nə vaxt ortaya çıxırlar? Yəni, ümmətdə müəyyən iftira, yəni ixtilaf, iftiraq yarandığı, yəni parçalanma yarandığı zaman. Peyğəmbər s.ə.v hədisdə buyurur ki, Müslümə keçir bu hədis, "Təmruqu məriqatun alə hini fəriqati minən-nəs." Yəni, bu xavariclərin dəstəsi insanlar ayrılığa düşdüyü zaman ortaya çıxacaqdır və iki dəstənin haqqa ən yaxın olanı onları öldürəcəkdir. Rahimallahu Teala Şeyxülislam İbn Teymiyyə alə mə kəşələnə min xafaya hədil bid'a. Yəni Allah Teala İbn Teymiyyə rahimehullah da rəhm etsin ki, yəni bu kimi gizli olan bidətləri, onun əsaslarını, onun gərəkdirdiklərini bizə yəni bəyan etdi və onun ümmət üçün nə qədər təhlükəli olduğunu bizim üçün bəyan etdi. Hələ vaxt var da? Və sonra min əsər sələf fil hukm aləl mər'i bi qarini. Yəni sələflərdən gələn əsərlər insana yoldaşına görə hökm vermək barəsində. İnsana hökm verilir nəyinə görə? Yoldaşına, yəni dostuna görə. Şair deyir ki, "Anil mər'i la təsəl və səl an qarinihi fə kullu qarini bil muqaran yaqtadi." Sən deyir, insanın, yəni bir kişi barəsində soruşma, onun yoldaşı barəsində soruş, çünki hər bir insan öz yoldaşına uyur, yəni onu nümunə götürür. Əbu Qüləbə rahimehullah bu şeydən, yəni xoşu gəlmişdir, çünki sünnəyə ən uyğun gələn şeirlərdən biridir. Əbu Hureyra radiyallahu anhu deyir ki, "Qalə Rasulullah sallallahu əleyhi və səlləm." Peyğəmbər sallallahu əleyhi və səlləm belə buyurmuşdur: "El-mer'u alə dini xalilihi felyanzur ahadukum men yukhalil." Yəni kişi dostunun dinindədir və sizdən biri kimlə dostluq etdiyinə baxsın. Kişi dostunun dinindədir, sizdən biri kiminlə dostluq etdiyinə baxsın. İbn Məsud radiyallahu anh buyurmuşdur: "İ'təbirun nasi bi axdanihim." İnsanlara dostlarına görə qiymət verin. Yəni dostlarına görə baxın.
Əl-muslimu yəttəbi'ül muslim. Müsəlman müsəlmana tabi olur, amma facir isə facirə tabi olur. Və sonra buyurmuşdur ki, İnnəmə yuməşir raculu və yusahibu mən yuhibbuhu və mən huvə mitləhu. Yəni, kişi onun kimisi ilə və yaxud da sevdiyi bir kimsə ilə dostluq edər. Sevdiyi bir kimsə ilə gəzər. Abu Darda radiyallahu anhu deyir ki, min fiqhir raculi məmşəhu və mədxələhu və məclisəhu. Kişinin deyir, fiqhindəndir ki, dində anlayışlı olmasındandır ki, yerişinə baxsın, girdiyi yerə baxsın, oturduğu yerə baxsın. Yəni, kimlə oturur, hara girir və kimlə gəzir. An Yahya ibn Əbi Kəthir qalə Süleyman ibn Davud aleyhisselam, لا تحكم على أحد بشيء حتى تنظر من يخادم. Yahya ibn Əbi Kəthir deyir ki, Süleyman ibn Davud aleyhisselam buyurmuşdur ki, siz bir kəsə hökm vermək üçün onun dostuna baxın. Yəni, bir kəsə hökm vermək üçün onun dostuna baxın. Qalə Əbu Hatim və qadim Musa ibn Uqbə Əs-Suri Bəğdəd. Əbu Hatim deyir ki, Musa ibn Uqbə Əs-Suri Bağdada gəldi və bu barədə Əhməd ibn Həmbələ qeyd etdilər. Fəqalə unzuru alə mən nəzəl. Əhməd ibn Həmbəl rahimehullah dedi ki, baxın, bu kimin evində qonaqlayır. Və ilə mən yəvi, yəni kimə sığınır. Sonra Qatadə deyir ki, İnnə vallahi mə rəaynən rəculə yusahi minən nəs illə mitlə və işraqləhu. Vallahi biz gördük ki, yəni insan yalnız özü kimisi ilə özünə oxşarla yoldaşlıq edir. Fəsahibus salihinə min ibadilləhi ləalləkum ən təkunu ma'hu əv mitləhum. Və buna görə deyir, siz salih insanlarla, Allahın bəndələri olan salih insanlarla yoldaşlıq edin ki, onlar kim olasınız, onlarla birgə olasınız. Avzai rahimehullah buyurmuşdur, hədis elmində böyük alimlərdəndir, hədis elmində əmir-i müminin adlanır və buyurur ki, mən sətərə annə bid'ətəvə ləm təxfə aleynə ulfətuhu. Bir kəs bizdən bidətini gizlədərsə, onun ülfəti, onun dostluğu bizə gizli qalmaz. Yəni, kimlə dostluq etdiyi bizə gizli qalmaz. Gizlədər bidətini, amma dostluğundan bilinər ki, kiminlə dostluq etdiyindən bilinər ki, o hansı mənhəcin, hansı əqidənin yolçusudur. Du'iyə Əyyub istiqtiyan ilə qasli meyyid, fəxarəcə mə'al qavm, fələmmə kəşəv an vəcihil meyd arafə, fəqalə iqbəlu, qibələ sahibikum, fələstü əqsiluhu, əvəqsiləhu, raitu yuməşi sahibə bidə. Əyyub Sıxtiyani rahiməhullah bir ölünü yumağa onu dəvət edirlər və onun üzünü açanda görür ki, bidət əhlidir. Bidət əhlindən olan bir kimsədir. Deyir ki, yoldaşınızı qəbul edin, mən onu yuyan deyiləm. Yəni, üzünü açan kim tanıyır və deyir ki, yoldaşınızı qəbul edin, mən onu yuyan deyiləm. Çünki mən onu bidət sahibi ilə yeriyən, onu gəzən görmüşəm. Onu bidətçi ilə gəzən, demədik bidətçidir, bidətçi ilə gəzən görmüşəm. Kânə Muhammed ibn Ubeydillah el-Ghalabi yəqul, yetəkətəm əhlül əhvə kullə şeyin illə təəl və suhbə. Əbu Muhammed ibn Ubeydillah deyir ki, bidət əhli hər bir şey gizlədə bilərlər, yoldaşlıq və dostluqdan başqa. Hər bir şey gizlədə bilərlər, yoldaşlıq və dostluqdan başqa. Muaz ibn Muaz, Yahya ibn Sa'idə deyir ki, ya Əbə Sa'id, Əl-rəcul və in kətəmə ra'yəhu ləm yəxfə dəlikə fi ibnihi və lə sadiqi və lə fi cəlisihi. Muaz ibn Muaz, Yahya ibn Sa'idə deyir ki, ey Əbu Sa'id, bir kişi bizdən rəyini gizlətsə də, onun rəyi, onun övladında, dostunda və yoldaşında bizə gizli qalmaz. Hər bir insan bidətini gizlətsə, amma onun bidəti onun övladında, dostunda və yoldaşında ortaya çıxacaqdır. Amr ibn Qays el-Mula deyir ki, İdə rayətə şəb əvvələ mə yənşəu mə əhli sünnəti vəl-cəmə fərcuh, fə idə rayətə mə əhli l-bidə'i fəyyəs minhu, fə innə şəbə alə əvvəli nüşuihi. Amr ibn Qays el-Mula deyir ki, əgər sən cavan oğlanın, cavanı, yəni ilk öyrənməyə başladığı zaman əhl-i sünnə və cəmaa ilə birgə görsən, onda sən ondan. Yəni, onun xeyirli olmasını Əgər görsən ki, o bidət əhli ilə yanaşır bərabərdir, ondan ümidini kəs. Çünki insan, yaxud da cavan, yəni ilk böyüməsilədir. Yəni, ilk nəyi götürdüsə, onunla gedir. Və qalə aydan, innə şəbbə ləyənşəv fi in ətər ən yücəz əhlil ilm kədə ən yəsləm. Yəni, cavan ilk böyüməsinə görədir. Ona görə o insan, cavan insan yoldaşlığını elm əhli ilə tutarsa, salamatlığı yaxındır.
Əgər başqasına meyl edərsə, o həlak olacaqdır. İbn Avun deyir ki, mən yücəlcə əhlil bidə əşəddə aleyni min əhlil bidə. İbn Avun deyir ki, rahiməhullah, bir kimsə bidət əhli ilə yoldaşlıq edərsə, o bizim üçün bidət əhlindən daha şiddətlidir. Yəni, bidət əhli ilə yoldaşlıq edən, bidət əhlindən daha şiddətlidir. Əgər bir bidət əhlidir sənə bir şeyi ortaya çıxartdısa, bil ki, deyir sənə hələ onun ortaya çıxartmadığı şeylər daha çoxdur. Əgər bir şey ortaya çıxıbsa bidət əhlindən, hələ onun çıxartmadığı şeylər daha çoxdur. Qalə Yahya ibn Sa'id al-Qattan ləmmə qadimə Süfyan Thawri al-Basra cəalə yandur ilə əmr Rabi' ibn Sabih və qadrahu indən nəs. Yahya ibn Sa'id al-Qattan Süfyan Thawri Basra'ya gəldiyi zaman cəalə yandur ilə əmr Rabi' ibn Subayhin məsələsi barəsində düşünür və onun insanlar arasında olan dərəcəsinə baxır. Səələ eyyə şeyin məzhəbu, soruşur ki, onun məzhəbi nədir? Qalu mə məzhəbu illə sünnə. İnsanlar deyirlər ki, onun məzhəbi yalnız sünnədir. Sonra soruşur, qalə mən bitanətuhu, onun yaxın dostu kimdir? Qalu əhlül qədər, dedilər ki, qədər əhlidir. Dedi ki, onda o qədəridir. Zahirən insanlar deyir ki, sünnə əhlidir. Fərq yoxdur, əhli sünnə, sünnəyə tabi olandır. Soruşur, yaxın dostu kimdir? Deyir, qədər əhlidir. Qədər əhli kimdir? Qədərilər, ha? Əhlü qədər, yəni Allah-u Teala bir işi olandan sonra bilir deyənlər. Hansı bu da küfürdür. Qal İbn Battan rahmetullah alə Süfyan Thawri laqad nataqa bil hikmət və sadaq. Allah Teala Süfyan Thawri rəhm etsin. O hikmətlə danışdı, doğru dedi. Və qalə bi ilmi, elmlə dedi. Kitab və sünnəyə müvafiq oldu. Və mə tucibul hikmə, hikmətin vacib etdiyini dedi. Və yudrikuhul ayan və ya'rifu əhlul basir. Əhlul basirət əhli də bunu bilir. Allah Teala buyurur: "Ya eyyuhellezine amenu la tettehidu bitanatan min dunikum." Ey iman gətirənlər, siz özünüzdən başqasını, yəni möminlərdən başqasını özünüzə yaxın dost tutmayın. Onlar sizin çətinizə düşməyinizi istəyərlər və bunun üçün də əlindən gələni əsirgəməzlər. Yəni möminlərdən qeyrilərini əgər dost tutsanız, onlar sizin çətinliyə düşməyinizi istəyərlər. Qalə Əbu Davud Sicistani qultu li Əbi Abdillah Əhməd ibn Həmbəl ara raculə min əhli sünnə ma'a racul min əhli bidah atruku kalamehu. Əbu Davud Sicistani deyir ki, mən Əhməd ibn Abdullah li Əbi Abdillah, yəni Əhməd ibn Həmbələ dedim, rahiməhullah. Mən bir kişini görürəm ki, əhli sünnədəndir, amma o bidət əhli ilə olan bir kimsə ilə gəzir. Mən onunla danışmağı tərk edimmi? Yəni onu danışdırmağı saxlayımmı? Qalələ, deyir ki, yox. Av tu'limuhu ennə rəculəl-ləzi rəaytu ma'ahu sahibidə fə in tərə kələmü fəkəlim və illə fəlhaqu bihi. Ona nəsihət verir ki, sən birinci ona başa sal ki, sənin gəzdiyin kimsə, yoldaşlıq etdiyin kimsə bidət əhlidir. Yəni, filan mənhəci, filan əqidənin sahibidir. Əgər sonra ondan ayrılsa heç, ayrılmasa onu da ona qat. Yəni, onu da ona qoş. Yəni, onu da bidət əhlinə qoş. Yaqul İbn Teymiyyə rahimehullah: "Və men kana muhsin lizzanni bihim və idda'a ennehu lam ya'rif halahum, urifa haluhum, fa in lam yubayinuhum və yadhhar lahum al-inkar və illa ulhiqa bihim və ju'ila minhum." Məcmu'ul Fətavada gəlir. İbn Teymiyyə rahimehullah buyurur 2-ci mücəlləd 133-cü səhifədə. Əgər də bir insan bidət əhlinə qarşı özünün yaxşı zəndə olduğunu hesab edərsə, yəni o belə deyil, yəni o yaxşı insandır, belədir, bidət əhlindən deyil və ona bildirilməlidir ki, bu belədir, onun halı belədir. Bundan sonra ondan ayrılmazsa, onlara bidət əhlinə qarşı inkarı izhar etməzsə, onlara qoşular və onlardan etibar oluna sayılar. İbn Teymiyyə rahimehullah buyurur. Sonra Utbə Əl-Quləm deyir ki, kimdir bizimlə deyilsə, yəni əhl-i sünnə ilə bərabər deyilsə, o bizə qarşıdır. Şeyh, məcburiyyət necə? Məsəl üçün, Türkiyədə 5 il, 10 il qalanlar. Məcburda bir də təhlinə bir yerdə olmaq. Məcburiyyət? Yəni, mən bu yoldaşlıq, yəni bu ümumi olaraq yəni naslardır. Amma sonra təfsilatı səndə bax, həcr olunur, say çoxluğu, azlığı, bunlar var. Bunlar təfsilatı başqadır. Yəni, bunlar olmalı nə vaxt? O vaxt çox var. Yəni, əhl-i sünnə çoxdur. Yəni, bir kənddə, yaşadığı yerdə əhl-i sünnə çoxdursa, onda yəni tərk etməli. Əgər əhl-i sünnə azdırsa, onlar çoxdularsa, yəni tərk etmək məsləhətdən deyil, artıq sən tərk etmiş yox, tərk olunmuş sayılırsa. Yəni, belə bir şeylərə yəni, diqqət etmək lazımdır. Fudayl ibn İyad deyir ki, aqibə hədəl hədis fələ yumkin ən yəkunə sahibi sünnə yuməli sahibi bidə illə min nifaq. Yəni, sünnə əhli mümkün deyil ki, bidət əhli ilə yəni, ona meyl etsin, onlarla yoldaşlıq eləsin. İbn Məsud radiyallahu anh deyir ki, ləv ənə mu'minən dəxələ məscidən fihi miyyətü nəfs leysə fihim illə mumin vahid ləcə həttə yecsə iləyhi.
Əgər də bir mömin insan məscidə daxil olarsa, məsciddə 100 şəxs var, onlardan yalnız biri mömindir. Görərsən ki, mömin gedib o möminin yanında oturacaqdır. وَلَوْ أَنَّ مُنَافِقًا دَخَلَ مَسْجِدًا فِيهِ مِئَةُ شَخْصٍ لَيْسَ فِيهِ إِلَّا مُنَافِقٌ وَاحِدٌ لَجَاءَ حَتَّى يَجْلِسَ إِلَيْهِ. Əgər bir münafiq məscidə daxil olar, məclisə daxil olar, məscidə daxil olar və orada 100 şəxs var, onlardan yalnız biri münafiqdir. Yerdə qalan hamısı mömindir, görərsən münafiq gedib o münafiqin yanında oturar. Həmməd ibn Zeyd deyir, qali Yunus, ya Həmməd, innillə lə-ara şəbbə alə kulli halət münkara və lə-əys min xeyri, həttə ərahu yashabı sahi bid'ə fəində aləm ənəhu qad adab. Çox belə qiymətli sözdür. Həmməd ibn Zeyd deyir ki, Yunus mənə belə dedi, ey Həmməd, mən deyir bir cavanı hər hansı bir xoşa gəlməz hal üzərində görsəm də, yenə deyir onun xeyrindən ümid üzmürəm. Onun xeyrindən ümid üzmürəm. Hətta deyir onu bidət əhli ilə yoldaşlıq edənə qədər. Nə vaxt ki onu bidət əhli ilə yanaşı görürəm, artıq bilirəm ki, o halak oldu. Çünki insan nə qədər günahla işləsə də, müsəlmanın təbiətində, nəfsində, qəlbində var ki, o günahdır, ondan tövbə edəcək. Amma bir də var, bidət əhli o tutduğu əməlləri dindən sayır. Heç bir kimsənin dindən tövbə etdiyini görürsünüzmü? İnsan dindən tövbə eləmir. Ona görə o təhlükəli, bidət, günahlardan təhlükəli. Ola bilsin kimsə musiqiyə ulaşdır, yaxşı başqa günahlar, bilir günahdır, nə vaxtsa qayıtma niyyəti var bu insanın. Amma bidətçinin qayıtma niyyəti yoxdur. O etiqadını, o mənhəcin din sayır. Damra ibn Rabi'a deyir ki, İbn-i Şovzəb Əl-Xurasanidə ənəhu qal, İnnə min ni'mətilə alə-şəb ilə tənəssəkə ən yuvaxi sahibə sünnə yəhmilu aleyhə. Allah Teala'nın bir cavana olan nimətindəndir ki, o ibadətə başladığı zaman sünnə əhlindən olan, əhl-i sünnədən olan bir kimsəyə yoldaşlıq etməsi, o da onu sünnəyə yönətməsidir. Abdullah ibn Şovzəb ən Əyyub qal, İnnə min səadil hədət vəl-əcəmi ən yuvəffiqəhumullah li alimin əhli sünnə. İbn Şovzəb deyir ki, o da Əyyubdan, həqiqətən deyir, cavanın və əcəminin, əcəmiyə qeyri-ərəbin səadətindən, xoşbəxtçiliyindəndir ki, Allah Teala'nın onların ikisini də əhl-i sünnədən olan alimlərin yanında oxumağa, öyrənməyə müvəffəq etməsidir. Kənə mən dəxələ min ümməti Muhammedin sallallahu aleyhi və səlləm fi hava min əhva və rəah və dəhəbə iləyhi fələ yərcü əbədə ən hava idə kənə qalb müşrəbbən bihi. Bu Şatibi rahiməllah deyir ki, bu İ'tisam kitabı çox gözəl kitabdır. Əgər bu ümmətə daxil olan bir nəfsi istəklər var, bidətlər var, əgər bir kimsə o bidəti qabul edərsə, onun qəlbinə oturarsa, ondan qayıtması mümkün deyil, çətindir. Və sonra buyurmuşdur ki, İnnə sahibəl hava idə dəxələ qalbəhu və şrabbə hubbuhu lə tə'məl fihil muv'idə və lə yaqbəl vurhan. Əgər bir nəfsin qəlbinə, sahibul hava, yəni nəfsi istəyə uyan bir şəxsin qəlbinə, yəni o bidət daxil olarsa, yəni onu sevərsə, ondan sonra ona nə qədər muizə eləsən də heç bir faydası olmaz. O insan deyir, dəlili qabul etməz. İnnəu lə yəktəlitu bimən yuxalifuhu. Məhmə bələğə şə'nuhu. İnnəu lə yə'bə bi'adlil adili fihi. Görürsən, belə bir insanlar, o qəlbində o bidət sevgisi olan insanlara nə qədər məzəmmət etsən də, yəni onlara faydası olmaz. İnnəlləzi işrabbəhə min şənihi ən yəd'u ilə bid'atihi. Və kimin qəlbində bu oturubsa bu bidət, onun işindəndir ki, insanları öz bidətinə çağırmaq, o bidətə çağırmaq, fəyudhiru bi səbəbihəl muadət. Və bunun səbəbi ilə düşmənçiliyi ortaya çıxarlar. İnnə bidətəl qad a'mət basarahu və asammət səm'ahu. Onun bidəti, onun gözünü kör edir və qulağında kar edir. Bu da sələflərin bəzi sözləridir ki, ibrət almağımız üçün həqiqətən bidət nə qədər təhlükəlidir, fərqi yoxdur, istəyir etiqadi məsələlərdə olsun, istəyir mənhəcdə olsun. Bütün insan sələfinə vaxt olur, həm etiqadda sələflərin yoluna tabi olarsa, həm də mənhəcdə və həmçində əxlaqda. Şeyx Alban rahimehullah buyurur, sələfi o şəxsdir ki, həm etiqadda sələflərin yoluna gedir, həm mənhəcdə, həmçində əxlaqda. Bunların biri olmasa, o insan tam sələfi olmur. Xüsusən də mənhəc məsələsi, hətta etiqad da olsa, mənhəcdə insanın çaşması və sonra insanın etiqadda da çaşmasını gətirib çıxardacaqdır. Mənhəc insanın tutduğu yol, dəvət metodunda insanın çaşması. Nəyə gətirib çıxardır axırda? Etiqadda da azmasına gətirib çıxardı. Bu faktı belədir. Baxın deyir sufilər. Sufilər 2-ci əsrdə müəyyən qədər çaşmışlar. Müəyyən qədər hansı ki Peyğəmbər s.ə.v etmədiyi, zahidliyə onlar üz tutmuşlar. Və sonra axırda nə oldu? Axırda 4 və 5-ci əsrlərdə hüluliyyə etiqadında oldular.
Deməli, onlar ilk əvvəl, yəni müəyyən zahidliyə yol verdikləri zaman, yenə onlar sünnəni qəbul edirlər. Hətta Cüneydi, Fudayl ibn İyad, onlar deyirlər ki, biz heç kəsin sözünü Quran və sünnəyə uyğun gəlmədiyi ki, qəbul etmirik. Yəni, fakt onların sözlərindən görürsən ki, onlar yəni, sünnəyə tabi olan kimsələr idilər. Amma sonra bu bidət artdıqca axırda nəyə gəlib çıxartdı? Hətta etiqadda da onların yəni, pozulmasına gəlib çıxartdı. Hululiyyə, vəhdətül vücud. 4-5-ci əsrlərdə bu yarandı. Deməli, insanın mənhəcdə çaşması, mənhəcdə, yəni əhlüsünnə vəl cəmaədən uzaqda olması sonra əqidə pozğunluğuna da gətirib çıxardı. Allah Teala özü qorusun. Bununla kifayətlənir. Və sallallahu Muhammedin və alə alihi və səhbihi.